Bismillahirrahmanirrahim. Abdullah İbni Abbas, Allah ondan razı olsun, belə rəvayət edir. Allah Resulü sallallahu aleyhi və səlləm fitrə zəkatını, oruç tutanı boş və faydasız və eləcə də xoşa gəlməz sözlərdən təmizləmək üçün, fəqirlərə isə azuqa olsun deyə fərz etdi. Bəs fitrə zəkatı nədir və kimlərə vacibdir? Fitrə zəkatı imkanlı olan hər bir müsəlmana vacibdir. Burada imkanlı deyərkən qəsd olunan şey, əgər bir şəxsin gündəlik yeyib içmək, ev, geyim və maşın kimi ehtiyaclarından əlavə nisab miqdarı qədər malı varsa, bu şəxs imkanlı sayılır və onun üzərinə fitrə zəkatı vacibdir. Nisab miqdarı isə təqribən 100 qram qızıl qədərdir və ya 100 qram qızıl müqabilində malı olan şəxsdə dinən zəngin sayılır və onun üzərinə də fitrə zəkatı vacibdir. Fitrə zəkatında malın zəkatında olduğu kimi əldə olan malın üzərindən bir il keçməsi lazım deyil. Çünki bu zəkat asanlaşdırıcı qüdrətə deyil, imkan verən qüdrətə əsaslanır. Əgər bir şəxsin 2 evi varsa, birində yaşayır, digərini kiraya verir və yaxud da verməsin fərqi yoxdur. Və həmçinin əlində ticarət üçün olmasa belə öz ehtiyaclarından əlavə nisab miqdarında malı varsa, yəni 100 qram qızıl dəyərində və yaxud da qızıl malı varsa, bu şəxsin üzərinə fitrə zəkatı vacibdir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur: sədəqə, yəni zəkat sadəcə ehtiyacdan arta qalan maldan olar. Bəs fitrə zəkatı kimlər üçün çıxarılmalıdır? İmkanlı olan şəxs özü üçün, həmçinin yoxsul övladları üçün fitrə zəkatı çıxartmalıdır. Lakin bu şəxs öz atası, anası, həyat yoldaşı və ya həddi buluğa çatmış övladı üçün hər nə qədər onun himayəsində olsa da fitrə zəkatı çıxartması vacib deyildir. Əgər kiçik uşaq, ağlı zəif və yaxud da məcnun olan bir şəxs zəngindirsə, vəlisi onun yerinə fitrə zəkatını verməlidir. Əgər vəli bunu etməzsə, uşaq böyüdüyü zaman və ya ağlı başına gəldiyi zaman öz malından fitrə zəkatını verməlidir. Bununla yanaşı, əgər ata və yaxud da valideyn öz himayəsində olan övladı üçün həddi buluq yaşına çatmış olsa belə, onun icazəsi olmadan fitrə zəkatı çıxardarsa, bu icazəlidir. Amma dediyimiz kimi vacib deyildir. Bunu da qeyd etmək lazımdır ki, fitrə zəkatı vacib olduqdan sonra şəxsin əlindən malının çıxması və yaxud da tələf olması o şəxsin boynundan fitrə borcunu düşürməz. Yəni, bir şəxsin üzərinə fitrə zəkatı vacib olduqdan sonra malı əlindən çıxsa da, bu şəxs fitrə zəkatını verməklə məsuldur. Bəs fitrə zəkatının vaxtı nə vaxtdır? Bu haqda da müxtəlif hallar mövcuddur. Birinci vaxt icazəli vaxtdır ki, yəni şəxs Ramazan bayramından öncə istədiyi bir gündə fitrə zəkatını çıxarda bilər. İkinci vaxt müstəhəb vaxtdır ki, yəni şəxs bayram namazına çıxmadan öncə fitr sədəqəsini çıxardır. Üçüncü vaxt icazəli vaxtdır ki, Ramazan bayramından sonra gün ərzində fitr sədəqəsini çıxartmalıdır. Dördüncü vaxt isə səhih olmaqla bərabər sahibini günahkar edən vaxtdır ki, yəni fitr sədəqəsini Ramazan bayramından sonraya saxlamaqdır. Bu əməl sahibini günahkar etsə də, sonradan fitr sədəqəsini çıxartmaqla bu məsuliyyət onun boynundan düşür. Həmçinin bu, imkanı olduğu halda həcci gecikdirən şəxsin halına bənzəyir. O həcci əda etdikdən sonra bu məsuliyyət ondan düşür. Hənəfi məzhəbinə görə fitrə zəkatı bir ömür davam edən geniş vaxtlı bir öhdəlikdir. Buna görə də bunu nə vaxt ödəsə, qəza deyil, əda etmiş sayılır. Yəni, vaxtında ödəmiş sayılır. Lakin ömrünün sonunda isə artıq bu vaxt qətiləşir. Əgər fitrə zəkatını vermədən ölərsə, varisi olan onun əvəzinə fitrə zəkatını verməlidir. Əgər şəxs ödəmədən ölərsə, onun varisi onun əvəzinə fitrə zəkatını verə bilər. Bu caizdir. Allah Resulü sallallahu aleyhi və səlləmin bu hədisinə gəldikdə isə o belə buyurur: kim onu namazdan əvvəl verərsə, qəbul olunmuş bir zəkatdır. Kim də namazdan sonra verərsə, o sadəcə sədəqələrdən bir sədəqədir. Bu hədis əslində Hənəfi məzhəbinin görüşünə zidd deyil.
əksinə onu dəstəkləyir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm hər iki halda da ödəyərsə ifadəsini işlətməklə hər iki halın da əda, yəni vaxtında yerinə yetirmə olduğunu vurğulamışdır. Namazdan sonra ödənilənin sədəqələrdən bir sədəqə adlanmasının səbəbi həmin günü yoxsulların qarnını doyurmaq xüsusiyyətindən məhrum olmasıdır. Əgər o, yəni namazdan sonra verilən fitrə zəkatı qəbul olunmasaydı, Allah Resulü sallallahu aleyhi və səlləm onu sədəqə adlandırmazdı. Bayram gününə məxsus xüsusiyyəti, yəni yoxsulların qarnını doyurmaq xüsusiyyəti namazdan sonraya qaldığı üçün sadəcə digər sədəqələr təbəqəsinə düşmüş olur. Fitrə zəkatının miqdarı və veriləcək məhsulların növləri nələrdir? Fitrə zəkatı ərzaq olaraq 1 sa buğda, yaxud buğda unu və ya qovrulmuş buğda yarması çıxarılmalıdır. Xurma, arpa və ya kişmişdən də fətvaya əsasən 1 sa verilməlidir. Bunu da qeyd etmək lazımdır ki, fitrə zəkatını sadaladığımız malların dəyərində pul ilə vermək də icazəlidir. Bəs fitrə zəkatı kimlərə verilə bilər, kimlərə verilə bilməz? Fitrə zəkatını öz üsuluna, yəni anasına, atasına, babasına, nənəsinə bu şəxslərə verə bilməz və fürusuna, yəni övladına, nəvəsinə, nəticəsinə verə bilməz. Qısaca onun dünyaya gətirdiyi övlad, nəticə, nəvə kimi şəxslərə və onu dünyaya gətirən ana, baba, nənə kimi şəxslərə fitrə zəkatı verilə bilməz. Və həmçinin bir şəxs öz həyat yoldaşına da fitrə zəkatını verə bilməz. Üsul və furu xaricində qalan digər qohum əqrəbələrə isə, yəni məsələn bibi, dayı, xala və bunların övladlarına fitr sədəqəsini vermək icazəlidir. Vəlhamdülillahi Rabbil aləmin.